Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün döşəmə plov hazırlayıram. Sadə döşəmə plov. Sizinlə də bölüşürəm. Qəşəng toyuğun sinətin, tərtəmiz, əvvəl onu 2-3 saat duzlu suda saxlayıram, tərtəmiz yuyuram. Onun üzərinə soğan, duz, istiot, sarı kök əlavə eləyirəm, soğanı qəşəng ovuram, qarışdırıram, haradasa gecə eləyib səhərə qalmağı lap əladır. Elə mən axşam eləmişdim, səhərə qədər qaldı, səhər hazırladım. Yəni gündüz də 2-3 saat elə söz, yəni kifayətdir, bəs eləyir. Ancaq elə şeyləri həmişə mən axşamdan hazırlayıram. Turşu da əlavə eləyirəm, palçıq turşu da əlavə eləyəcəm. Qəşəng qarışdırıram. Səhərə qalır, tamam dadın, duzun, soğan onun ətrini çox gözəl eləyir. Soğansız da döşəmə eləyirəm, amma soğanını çox sevirik. Soğanını çox vaxt eləyirəm, bax belə. Qazmaq hazırlamıram mən belə plov bişirəndə. Niyə? Mən qazmağın üzərindən xoşlamıram. Ət əlavə eləməyi, istəyir toyuq olsun, ət olsun. Qazanın mən dibinə pramoy toyuğu qoyuram, belə xoşlayır uşaqlar. Ki, yəni qıpqırmızı qızarır. Amma qazmağın üzərindən qoyanda qızarmır, elə belə bişir. Ona görə də mən döşəmə plovunu heç vaxt qazmaq hazırlamıram. Pramoy qazana toyuğu əlavə elədim, kərə yağı ərinmiş atıram. Qəşəng kərə yağında qızarır qıpqırmızı, ləzzətli, dadlı plov alınır. Soğanından təmizləyirəm, əti yığıram qazana. Sonra soğanı da sıxıram, qəşəng. Ətin üzərindən əlavə edirəm, o plovla qarışır, çox dadlı olur. Bilirsiniz də, hər nə pişirsin plov altı pişirəndə, yəni döşəmə plov altı pişirəndə, həmişə qazanın dibi ləzzətli olur. Ləvəngidə pişirəndə, qoyanda, o plovun altı çox dadlı olur, ləzzətli olur. Soğanı da sıxıram, qəşəng üzərindən ətin yığıram. Düyünü də çox plovlar hazırlamışam. Bildiyiniz kimi söz yox, indi elə belə təzə çəkilişlərdir. Mənim o köhnəm getdi. Düyünü qaynatdım duzlu suda. Qəşəng yığdım qazana. Üzərinə yenə ərinmiş kərə yağı, ərinməmiş kərə yağı da əlavə eləyə bilərsiniz. Vururam dəmə. Hardasa saat yarım dəmdə qaldı. Qəşəng toyuqlar qıpqırmızı qızardı. Bütün dadını o plovun altına qəşəng çıxıb. Elə bir toyuğun şirəsi, soğanın şirəsi çox dadlı olub. İnşallah siz də bişirin, hazırlayın. Mənim evimdə belə plovları uşaqlar çox sevir. Toyuğun sinətini çox sevirlər. Sağ olun, sağlıqla qalın.